Biz Bakı Sağlamlıq Mərkəzinin psixosomatika şöbəsindəyik. Bu psixosomatika şöbəsi müasir tələblərə uyğun, müasir çağırışlara hazır bir şöbədir. Bizim xəstələr hərəsinin öz individual otağı, sanitar qovşağı və siz bizim şöbədə dəmir barmaqlıqları görmərsiniz, dəmir qapıları görmərsiniz. Həkimlərin münasibəti və tibb personalın çox gözəlliyi. Hər şeydən razıyam, bütün punktlar razıyam. Doğrudan deyirəm, razıyam. Bizdə hər bir xəstəyə individual yanaşma, xəstəyə həm psixiatrik, həm psixoterapevtik, həm psixoloji dəstək göstərilir. Çox adam qüruruna sıxışdırmır müalicə almağa, amma məncə burada insan zəif yaranıb, Quranda yazılan kimi. Hamı xəstələnə bilər, burada heç bir pis şey yoxdur, belə qeyri-pozitiv bir iş sayılmır, o özüm müalicə almaq. Vacib məqamlardan biri odur ki, biz burada yalnız psixiatrik, psixoloji və ya asıllıq halların müalicəsi ilə məşğul olmuruq. Eyni zamanda bizim bu şöbədə xəstələr tam somatik müayinədən keçirlər. Yəni, xəstə hər tərəfli yoxlanılır, sadə qan analizi, CD analizdən biz məhdudlaşdırılmır onun müayinəsi. Tam kardioloji, ginekoloji ehtiyacı varsa, nevroloji və s. mütəxəssislərin nəzarətindən keçir və müalicəyə biz kompleks şəklində yanaşırıq. Mən Baxşov Məmmədəli, həkim-narkoloq, 20 ildən artıq bu sahədə fəaliyyət göstərirəm. Psixoaktiv maddələrdən asılı olan və eyni zamanda alkoqolizmdən asılı olan və qeyri-kimyəvi maddələrdən bura aiddir qumar və onlayn oyunlardan asılı olan şəxslərin müalicəsi və reabilitasiyası ilə məşğul oluram. Məsəl üçün, çox adam qaçır Türkiyədə, xaricdə müalicə almağa, amma inandırım ki, bizim xəstəxanalar nəinki geri qalmır onlardan, elə daha da yaxşı müalicə verirlər. Mən Əhmədova Zülfiyə, Bakı Sağlamlıq Mərkəzində psixosomatika şöbəsində klinik psixoloq olaraq fəaliyyət göstərirəm. Şöbəmizdə bütün növ klinik pozuntular, stres, depressiya, aqressiya və xüsusilə oyun asılılığından əziyyət çəkən pasientlərimizə dəstək oluruq. Şöbəmizdə hər pasientə fərdi yanaşaraq psixoloji dəstək və terapiya tətbiq edirik. Unutmayaq ki, psixi sağlamlıq da fiziki sağlamlıq qədər çox önəmlidir. Mən həkim-psixiatr Ceyhun Məmmədzadə, 15 ilə yaxındır ki, bu sahədə çalışıram. Hal-hazırda Bakı Sağlamlıq Mərkəzində psixosomatika şöbəsində fəaliyyətimi davam elətdirirəm. Obsessiv-kompulsiv pozuntular, panik ataklar, təşviş pozuntuları, fobiyalar və depressiv pozuntular istiqamətində həm medikamentoz, həm qeyri-medikamentoz, yəni psixoterapevtik xidmət göstərirəm.